Bildiyimiz kimi, xaricdə yaşayan bir neçə anti-Azərbaycanlı ünsür aqressiv və təhrik edici formada Prezident İlham Əliyevin Vaşinqtonda qaldığı otelə zorla daxil olmaq istəyib. Misyas xəbər verir ki, məlumata görə onlar kifayət qədər qeyri-etik davranışlarla diqqət cəlb edərək öz mənəviyyatlarına uyğun çirkin ifadələr işlətməklə təhlükəsizlik kordonunu yarmağa cəhd göstəriblər. Prezidentin təhlükəsizlik xidməti ABŞ polisi ilə birgə həmin ünsürlərin qarşısını alıb. Bu hadisə sıradan bir etiraz aksiyası hesab olunmamalıdır. Kifayət qədər ciddi bir faktdır. Diqqət edək. Söhbət prezidentin qaldığı otelin qarşısında bir neçə nəfərin aksiya keçirmək cəhdindən getmir. Söhbət birmənalı olaraq prezidentin qaldığı otelə soxulmaq cəhdindən gedir. Burada təxribatçıların otelə girib prezidentlə söhbət etmək istəyində olmasını düşünmək sadəlövlük olar. Onlar kifayət qədər aqressiv davranıb və söyüş müxalifətinə xas ifadələr işlədiblər. Deməli düşünmək olar ki, həmin ünsürlərin otelə soxulmaqdan başqa məqsədləri olub. Biz hələ zərərsizləşdirmənin detalları barədə ətraflı bilgiyə sahib deyilik. Bəlkə də otelə aqressiv formada soxulmaya çalışanların üzərində insan həyatı üçün təhlükə yaradacaq əşyalar, partlayış törədəcək xüsusi bir maddə də olub. Detalları bilmirik. Lakin həmin o xainlərin davranışı, prezidentin qaldığı otelə soxulmaq cəhdi, dövlət başçısının həyatına təhlükə yaratmaq məqsədi güdüldüyü ehtimalına da aktuallıq qazandırır. Daha açıq deyək, sözügedən hadisə prezidentin həyatına sui-qəsd kimi də qiymətləndirilə bilər. İlham Əliyevin özü və ailəsi xeyli müddətdir ki, mənəvi terrorla üz-üzədir. Çirkin kampaniyalarına, Azərbaycan xalqından dəstək ala bilməyən xainlərin fiziki terrora da əl ata biləcəkləri istisna olunmamalıdır. Yeri gəlmişkən, ABŞ-nin 40-cı prezidenti Ronald Reagana da 1981-ci ildə Vaşinqtondakı otellərin birində sui-qəsd həyata keçirilmişdi. İlahə Qəmbərli, Heydər Həsənli, Missiya TV.